Salam dəyərli abituriyentlər və əziz izləyicilər. Mən Mirzəyev Nemət, tarix müəllimi. Bugündən etibarən tarix fənnindən dərslərin video izahlarını çəkib sizlər üçün YouTube kanalında yerləşdirəcəm. Buyurub izləyə bilərsiniz. Bugünkü dərsimiz 1-ci Dünya müharibəsi. 1-ci Dünya müharibəsi 1914-cü il iyul ayının 28-dən 1918-ci il noyabr ayının 11-nə kimi davam etmişdir. Bu müharibədə böyük dövlətlərin, böyük güclərin əksəriyyətinin iştirak etdiyinə görə müharibə, böyük müharibə, dünya müharibəsi, 2-ci Dünya müharibəsindən sonra isə 1-ci Dünya müharibəsi adlanmışdır. Bəşəriyyət tarixində 2-ci Dünya müharibəsinə qədər baş vermiş ən böyük müharibə hesab edilir. 1-ci Dünya müharibəsində iki hərbi siyasi blok, Antanta və Üçlər İttifaqı bir-birilə mübarizə aparırdı. Gəlin Antanta və Üçlər İttifaqının yaranmasına qısa bir nəzər salaq. Üçlər İttifaqının əsası 1879-cu ildə Almaniyanın Avstriya-Macarıstanla bağladığı müqavilə ilə qoyulmuş, 1882-ci ildə isə Almaniya, Avstriya-Macarıstan və İtaliya birləşərək Üçlər İttifaqını yaratmışdılar. Antantanın əsası isə 1894-cü ildə Fransa Rusiya ilə bağladığı müqavilə ilə qoyulmuş, 1904-cü ildə Fransa İngiltərə ilə bağladığı müqavilə ilə İngiltərə Antantaya qoşulmuş, 1907-ci ildə isə İngiltərə Rusiya ilə bağladığı müqavilə ilə Antantanın yaradılması başa çatmışdır. Məhz elə bu hərbi siyasi blokların yaradılması 1-ci Dünya müharibəsinə hazırlıq prosesi idi. 1-ci Dünya müharibəsində böyük dövlətlərin hər birinin məqsəd və maraqları var idi. Gəlin elə müharibənin aparıcı dövləti olan Almaniyanın məqsədinə baxaq. Almaniya Böyük Britaniyanı, Fransanı və Rusiyanı zəiflətmək, onun müstəmləkələrini ələ keçirmək istəyirdi. Rusiyanın məqsədi Balkanlarda möhkəmlənmək, Bosfor və Dardanel boğazına hökmranlıq etmək və Osmanlı imperiyasını bölüşdürmək idi. Avstriya-Macarıstanın məqsədi Balkanlarda möhkəmlənmək və bir sıra müstəmləkələr ələ keçirmək idi. Fransanın məqsədi revanşizm siyasəti 1871-ci ildə yitirdiyi Elzas-Fətrangiyanı bu müharibədə geri qaytarmaq istəyirdi və Reyn vilayətinin böyük bir hissəsini ələ keçirmək istəyirdi. Böyük Britaniyanın məqsədi isə Almaniyanı zəiflətmək, çünki Almaniya sənaye istehsalına görə bu dövrdə İngiltərəni ötüb keçmişdi. Dünyanın qabaqcıl dövlətlərindən biri idi. Bu da İngiltərənin Avropadakı bazarına mənfi təsir göstərdi. İngiltərənin böyük məqsədlərindən biri də Osmanlı imperiyasını bölüşdürmək və böyük bir əraziyə yiyələnmək idi. Hər bir müharibənin əziz abituriyentlər, başlanma səbəbi və bəhanəsi vardır. 1-ci Dünya müharibəsinin də başlanma səbəbi dünyanı yenidən bölüşdürmək, sərhədləri yenidən təyin etmək, iri dövlətlər arasında olan ziddiyyətlər idi. Bəhanə olaraq isə 1914-cü il iyun ayının 28-də Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandın Sarayevdə Serb millətçisi Gavrila Princip tərəfindən öldürülməsi oldu. Bu hadisədən sonra Avstriya-Macarıstan hökuməti Serbiyaya ultimatum göndərərək qatilin təslim edilməsini tələb etsə də rədd cavabı aldı və bundan tam bir ay sonra təbii ki Almaniyanın dəstəyi ilə Avstriya-Macarıstan 1914-cü il iyul ayının 28-də Serbiyaya müharibə elan etdi. Serbiyanı müdafiə edən Rusiya isə səfərbərlik elan etdi. Rusiyanın səfərbərlik elan etdiyini görən Almaniya da səfərbərlik elan etdi və beləliklə 1-ci Dünya müharibəsi başladı. 1-ci Dünya müharibəsinin başlanmasını Böyük Britaniya Xarici İşlər naziri belə dəyərləndirmişdi ki, Avropanın işıqları söndü və yəqin ki uzun müddət yanmayacaq. 1-ci Dünya müharibəsinin əvvəlində 3 cəbhə var idi və sonra 4-cü cəbhə açıldı. Cəbhələr hansı idi? Şərq cəbhəsi, Qərb cəbhəsi, Balkan cəbhəsi və sonuncu açılmış Qafqaz cəbhəsi. 1-ci Dünya müharibəsi başlamazdan əvvəl 1905-ci ildə Almaniyanın baş qərargah rəisi Alfred von Schlieffen ildırım sürətli müharibə planı hazırlamışdı. Bu plana uyğun olaraq Almanlar zəif müdafiə olunan Lüksemburq və Belçika ərazisindən keçərək Fransanı məğlub etməli, fransızları təslim olmağa məcbur etməli və bundan sonra isə Rusiyanı məğlub etməlidir. Və bu plana uyğun olaraq Almanlar 1914-cü ilin avqustunda Belçikanı işğal etdilər. Belçikanın işğal olunması, Belçikanın bir tərəfini qorumaq haqqında müqavilə öhdəliyi olan Böyük Britaniyanın Almaniya müharibə etməli elan etməsinə səbəb oldu. Almaniya Belçikanı işğal etdikdən sonra Fransanın şimalına doğru irəlilədi. Və Fransa hökuməti Parisi tərk etdi. Parisin təhlükə altında olduğunu görən ingilislər fransızlara köməyə gələrək İngilis və fransız qüvvələri, birləşmiş qüvvələri ilə almanlar arasında 1914-cü ildə sentyabr ayında Marna çayı sahilində döyüş baş verdi. Bu döyüşdə Fransız-İngilis birləşmiş qüvvələri almanların hücumlarını dayandıraraq onları geri oturtdular. Və bundan sonra almanların hazırladığı Schlieffen planı boşa çıxdı və bundan sonra Almanlar iki cəbhədə həm şərq, həm qərb cəbhəsində müharibə aparmalı oldular. Marna çayı sahilində döyüşdə fransızlar da həlledici məğlubiyyətdən xilas oldular.
O hadisələr Qərb cəbhəsində gedən proseslərdir. Bəs Şərq cəbhəsində hansı proseslər gedirdi? Şərq cəbhəsində isə Avstriya, Macarıstan Qalitsiya uğrunda Rusiya ilə mübarizə aparırdı. Qalitsiya döyüşü 1914-cü ilin avqust ayında baş vermişdir. Bu döyüşdə Avstriya, Macarıstan ruslara məğlub oldu. Avstriya, Macarıstan Rusiyaya məğlub olduğu xəbərini eşidən Almaniya ordusunun bir hissəsini Avstriya, Macarıstana köməyə göndərdi. Və Almanlarla Ruslar arasında 1914-cü ildə avqust ayında Tannenburg adlı yerdə döyüş baş verdi. Bu döyüşdə Almanlar Rusları məğlub etdilər. 1914-cü il hadisələrdən danışarkən Yaponiyanın da müharibəyə qoşulmasına nəzər salır. 1914-cü ildə Yaponiya Antanta tərəfindən müharibəyə qoşularaq Almaniyanın uzaq şərqdəki müstəmləkələrini ələ keçirir və Çini itaət altına almağa başlayırdı. Yaponiyanın müharibəyə qoşulması müharibə gedişində elə də bir güclü təsir etmədi. Yaponiya müharibəyə qoşulmasını dedik. İndi isə keçək Osmanlı müharibəyə qoşulmasına baxaq. Osmanlı əvvəlcədən bir tərəf ölkə idi. Lakin Osmanlıdan sığınaca qalan iki Alman gəmisi Rusiyanın liman və gəmilərinə atəş açması Rusiyanın 1914-cü il oktyabr ayında Osmanlıya müharibə elan etməsinə səbəb oldu. Və bununla da Osmanlı İsrail İttifaqı tərəfindən müharibəyə qoşuldu. Və 4-cü cəbhə olan Qafqaz cəbhəsi açıldı. Qafqaz cəbhəsində ən böyük döyüşü olan Sarıqamış döyüşü 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarına qədər baş vermişdir. Sarıqamış döyüşü qış aylarında olduğu üçün, qışın çox sərt keçdiyi üçün Osmanlı əsgərlərinin donaraq ölməsi və Osmanlıların qış üçün zəruri təchizata malik olmaması Osmanlıların məğlubiyyəti ilə nəticələndi. Deməli, Sarıqamış əməliyyatında Ruslar Osmanlılara qalib gəldi. 1914-cü il əməliyyatlarından bu qədər. 1914 əməliyyatları demək olar ki, bitdi. Keçək 1915-ci il əməliyyatlarına. Marna çayı sahilindəki məğlubiyyətdən sonra Almanlar Qərb cəbhəsindəki əməliyyatları donduraraq Şərq cəbhəsinə üstünlük verdilər. Və onlar düşünürdülər ki, Rusiyanı məğlub edib, bir dəfəlik müharibədən çıxarıb, sonradan Qərb cəbhəsində müharibələri davam etsinlər. Və buna görə də 1915-ci ildə Almaniya və Avstriya Macarıstan birləşmiş qüvvələri ilə Ruslar arasında Gorlitsa döyüşü baş verdi. Gorlitsa döyüşündə Almaniya və Avstriya Macarıstan birləşmiş qüvvələri Ruslara qalib gəldi. Gorlitsa cəbhəsinin yarılması Ruslar üçün böyük fəlakətlə nəticələndi. Lakin Rusları bir dəfəlik müharibədən çıxarmaq və Rusları birtərəfli sülhə məcbur etmək niyyəti baş tutmadı. 1915-ci ildə Almanlar Qərb cəbhəsində də iki yeni silahdan istifadə etmişlər. Bunlardan biri Belsk ərazisində zəhərli xlor qazından, İngiltərədə isə sualtı qayıqlardan istifadə etmişdilər. 1915-ci il əməliyyatları gedən zaman Antanta dövlətləri Fransa, İngiltərə və Rusiya Londonda gizli konfrans keçirirlər. Bu konfransa İtaliyanı da dəvət edirlər. Və bundan sonra İtaliyaya İsrail İttifaqının vəd etdiyi ərazilərdən daha geniş ərazilər vəd edərək İtaliyanı öz tərəflərinə çəkirlər. İtaliya 1915-ci ilin aprelində İngiltərə, Fransa və Rusiya ilə Londonda gizli saziş bağlayaraq İsrail İttifaqının tərkibindən çıxaraq Antantaya qoşulur və bir ay sonra İsrail İttifaqına müharibə elan edir. İsrail İttifaqı isə itirilmiş İtaliyanın yerini doldurmaq üçün özünə müttəfiq axtarmağa başlayır və Bolqarıstanı öz tərəfinə çəkir. Və bununla da Almaniya, Avstriya, Macarıstan, Osmanlı və Bolqarıstan ilə ibarət dördlər ittifaqı yaranır. İsrail İttifaqı 1882-ci ildə yaranmışdı, 1915-ci ilin aprelində sona çatdı. Bundan sonraki hadisələrdə artıq İsrail İttifaqı deyil, dördlər ittifaqının adını çəkəcəyik. İtaliyanın xəyanəti nə dedik? 1915-ci il hadisələrin gedişində Antanta dövlətləri İngiltərə və Fransa Rusiyaya yardım etmək üçün Çanaqqala boğazını ələ keçirmək haqqında plan hazırlayırlar. Onların hazırladığı plana uyğun olaraq onlar Çanaqqala boğazını ələ keçirib İstanbulu işğal edəcəklər və Osmanlını təslim olmağa məcbur etməlidirlər. 1915-ci ilin fevral ayında Çanaqqala adlı yerdə İngiliz, Fransız və onun dominionları Avstraliya və Yeni Zelandiya ilə Osmanlı arasında döyüş baş verdi. Bu döyüşdə Osmanlılar qalib gəldi. Osmanlı 1916-cı ilin yanvar ayında Antantanı geri çəkilməyə məcbur etdi. Çanaqqala döyüşü Osmanlılara Mustafa Kemal Atatürk kimi sərkərdə qazandırdı. Osmanlıların Çanaqqala döyüşündə qalib gəlməsinin əsas mahiyyəti, əsas səbəbi türklərin vətəni qəhrəmancasına müdafiə etməsi idi. İngilislər artıq türklərin, Osmanlıların qətiyyətini, inadını görüb Osmanlılara qarşı hilə yaratdılar.
Onlar Osmanlıların tabeliyində olan ərəb xalqlarına istiqamət vəd edərək Osmanlıya qarşı üsyana çağırırdılar. Onların bunu etməkdən məqsədi Osmanlını daxildən parçalamaq və şərqin neft yataqlarını ələ keçirmək idi. Onlar Yahudilərin də dəstəyini almaq, ABŞ-ı müharibəyə cəlb etmək üçün addımlar atırdılar. 1916-cı ildə İngilis qoşunu İran körfəzinə qoşun yeritdi. Bağdadı ələ keçirməyə çalışan ingilislərlə Osmanlılar arasında Kütül-Amarə deyilən yerdə 1916-cı ildə döyüş baş verdi. Bu döyüşdə ingilislər məğlub oldular və İngilis generalı da təslim edildi. Dərsimizin ardını videomuzun ikinci hissəsindən izləyə bilərsiniz.